Azərbaycan filmlərində epizodik rollarda oynayan aktyorları nə qədər tanıyırsınız? Gəlin sınayaq. Balam üçün alma saxlamışam, al. Nənə qurban olsun səni, al balam. Bu səhnədəki aktrisamızın adı nədir? Törəxanım Zeynalova. Yer tapmadın oynamağa. Ay sən. Sabunlamaq lazımdır. Bəs bu səhnədəki aktyorumuzun adı nədir? Əli Heydər Həsənzadə. Riskənd eləmə bala. Riskənd eləmə. Dünyadır da. Qoy bir tanış olar. Epizodik rolları ilə tanınan Ağa Hüseyn Cavadov aşağıdakı filmlərdən hansında oynamayıb? Dağlarda döyüş. İstəyirsən 2 manat da verim. İş pulda deyil, iş minimum normaldadır. Bu epizoddakı Məmməd Sadıq Nuriyev aşağıdakı hansı filmdə oynamayıb? Babək. Oğlun Əhməd toy eləyir Gülcahan. Yox canım, babam evlənir Gülbada. Münəvvər Kələntərli ilə duet oxuyan aktrisamız kimdir? Sona Hacıyeva. Neçə suala düzgün cavab verdiniz? Rəydə yazın.